Salam, hörmətli dinləyicilər, hər vaxtınız xeyir. Bugün mən sizə Kəlbəcər haqda dəqiq məlumat verəcəm ki, 2008-ci ildən bugünə qədər, 2014-ə qədər bizi kimlər göndərib, məni kimlər göndərib və nə məqsədlə göndərib. 2008-ci ildə Hidayət, Kəlbəcərli Hidayət Abdullayevlə hal-hazırda Yevlax rayonunda yaşayır, şəhərin özündə. 2009-cu ildə Yevlax rayonunun Qoyunminəsi kəndindən Rafiq adlı ikinci qrup Qarabağ 50 ilə 2005-ci ildə Tərtər rayonunun Qapanlı kəndindən Şahbaz Quliyevlə 2007-ci ildə iyun ayında şəxsən özüm tək 2007-nin sentyabr ayında 2 nəfərlə, onlardan birinin adı Səbu idi, hal-hazırda Naxçıvandadır, o birisi də Qazaxdadır. Adı Namiqdir. Hörmətli dinləyicilər, 2009-cu ildə yenə tək, 2010-cu ildə Azərbaycanın indiki milli qəhrəmanı Anar Əliyevlə, o devirdə starşi leytenant idi və mən onlara təlim keçirdim. 20-dən yuxarı Salyandan gəlmişdilər, bu Murov silsiləsində. Ondan getmişəm və nəhayət hörmətli dinləyicilər, bütün bunların hamısı Səfər Əbiyevin, Cəfərov Rəhimin, Məhəmmədin, Əfqanın göstərişi ilə olub. Əfqan hal-hazırda liderin altında o iştirak Noydadır, orada işləyir, müəllim işləyir. Məhəmməd hal-hazırda Naxçıvandadır. Rəhim Cəfərov isə haradadırsa yeri yurdu bilinmir. Səfər Əbiyev də evində addi xat edir, vurur. Hörmətli dinləyicilər, 2014-cü ilin iyun ayında Zakir Həsənovla 1 saatlıq görüşdən sonra Zakir Həsənovun göstərişi ilə iki ilqarların, o Müdafiə Nazirinin kəşfiyyatında işləyənlərin, xüsusi idarənin və Qasımoy ərazisindəki güc zapravka var. Onun yanında ki, o qərargahın bu adamların əli ilə mən işğal olunmuş Kəlbəcər rayonuna getmişəm. Mənim getməyim anamın qəbrini ziyarət etmək söhbəti olmayıb. Mənim anam hal-hazırda Şəmkir rayonunun qəbristanlığındadır. Atam da oradadır, qardaşım da oradadır. Bəli, Kəlbəcər üçün mən ziyarətə də getdim. Bu həm də mənim Kəlbəcər üçün ziyarətim idi və dövlət səviyyəsində mənə verilən tapşırıqlar idi. Ancaq təəssüflər olsun ki, bugün ondan heç bir əsər əlamət görünmür. Görünür ki, mənim ora göndərilməyim bu banda bunların haqqında, bunlar tərəfindən saxta və yalan olub və mənim vətənpərvərliyimdən istifadə edərək o cümlədən hər dəfə getməmişdən qabaq mənə cənab prezidentin əmridir, cənab prezidentin əmridir deyib məni göndəriblər ora. Və mənim gördüyüm işlər, məlumatlar isə hal-hazırda arxivdə olmalıdır. Çünki mən orada çəkdiyim bu videoların hamısını bunlara vermişəm. Hörmətli dinləyicilər, çünki bu adamlar elə başa düşürdü ki, mən bunların iç yüzünü bilmirəm. Mən şübhələnmişdim bunların bu hərəkətlərindən, çünki ona görə də özümdə onların kamerasına oxşar ikinci bir kamera var idi və bu kamera mənim hər zaman qoltuğumun altındaydı. Çəkilən videoları 2 kameraya çəkirdim və birini onlara, birini isə özümdə saxlayırdım. Bugün hal-hazırda da məndədir. Həmin videoları mən ara-ara qoyuram TikToka, o məqsədlə qoyuram ki, sosial şəbəkələrdə buna bizim hərbiçilərimiz baxır, buna bizim gənc nəsil baxır, buradan tərbiyə götürsün, buradan görsün ki, vətən uğrunda nə etmək lazımdır və necə əziyyətlər çəkilir, Kəlbəcər ərazisi nə cürdür da, buradan məlumat olsun. Ancaq təəssüflər olsun ki, mənim hər dəfə TikTok tərəfindən mənim səhifəm bağlanır və mənə çalışırlar ki, bu çəkilişləri ortadan götürsünlər. Hətta bir neçə dəfə cənab prezidentin də videolarını qoymuşam orada, məsləhətli dəyərli sözlərin bunları da silirlər. Görünür ki, Bakıda TikToka nəzarət idarəsi çox dəqiq işləyir, kimlərinsə göstərişi ilə. Necə olur ki, əxlaqsız qadın çıxır orada, nə biabırçılıqlar göstərir, o silinmir. Ona layıqlar yığılır, 5.000, 3.000, 10.000. Ancaq vətən uğrunda, vətənpərvərlik haqdan nəsə qoyan kimi mənim qoyduqlarım sırazı gözə çarpır və nəzarətdədir, elə də silirlər.
Və ona görə mən buradan cənab Zakir Həsənova müraciət edirəm. Eləcə də onun müavini, o nədir? Mirzəyev, familiyası. Mirzəyevə müraciət edirəm. Xahiş edirəm mənim arxiv sənədlərim, arxivdə olan çəkilişlərimə ətraflı baxılsın. Baxın, siz baxın təzədən və əgər vətən üçün lazım, gərəklidirsə mənə cavab verin ki, həqiqətən də sənin çəkdiyin videolar, o toplar, topxanalar, bunlar vətən üçün lazım olubdur, dəyəri olub. Yox, dəyəri yoxdursa yazın ki, onların heç bir dəyəri olmayıb, ona görə biz onu tullamışıq. Xahiş edirəm, bəzi TikTok həvəskarlarından, nə bilim, bu sosial şəbəkədəki boşboğaz jurnalistlərin göstəriş verib, onu başqa səmtə yönəltməyin. Filankəs getdi Kəlbəcərdə, bunu belə elədi, Kamaz belə partladı, nə bilim, getdi oradan erməninin oğlunu gətirdi. Belə şeylər olmayıb, bu yalandır, bu Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən təşkil olunmuş yalan hadisələrdir. Bunlar hamısını atırlar ortaya və bəzi adam yoldaşlarının adını hallandırırlar. O da bəzi cəmaatın da elə yəni qınaq yerinə çevrilir. Əksəriyyəti mənə yazır ki, bu jurnalist nə danışır, bunun başı işləmir. Bu sənin yazdıq, çəkdiyin videoları gör, kimlərin adına çıxırlar və bundan da istifadə edib bunlara ad verirlər. Hələlik ki, bu qədər bizim bu videoların indi yaxın vaxtlarda hamısı diskilərə, flash karta vurulacaq və mən çalışacağım ki, bunları harada olur olsun cənab prezidentə hörmət qoyan, sevən bir adama və cənab prezidentin özünə çatıraq. Yəni görüşəcəm, tapacağım cənab prezidentin səfərləri olur Qarabağa, haradasa bir yerdə yəni çığırıb, səs eləyib, müraciət eləyəcəm, yəqin ki, məni qəbul eləyəcək və verəcəm cənab prezidentə. Ona görə də haqq ədalət bərpa olmalıdır cənab Zakir Həsənov. Hikmət Mirzəyev. Haqq ədalət bərpa olmalıdır. İkinci bir şəxsiyyət olmayıb ki, məndən başqa bu qədər işlər görsün. Aylarla, bir ay 20 gün bilirsəm də harada oralarda olsun. Eşyəyin, haram olmuş eşyəyin budunun kəsib içini çıxardıb yeyib, devlət xeyrinə işlər görsün. Ancaq devlətin başında oturanlar, özünü devlət məmurları sayanlar isə bunu saxtalaşdırsın, Əliyə, Vəliyə, Məmmədquluya, ora-bura yazsınlar. Hələlik bu qədər, sağ olun. Yəqin ki, mən bu videonu paylaşacağım, buna hamı baxacaq və mənlə əlaqə saxlasın. Bütün Azərbaycan Respublikasının mətbuat işçiləri, mən çalışacağım ki, 50-yə yaxın mətbuat işçisinin qarşısında həmin diskilərimi, həmin kasetlərimi onlara təqdim eləyəcəm bir-bir. Qoy hamı baxsın, xalq baxsın. Elə də buradan müraciət edirəm Qarabağ Müharibə Veteranlar Birliyinə, Qazilər Birliyinə. Siz vətənpərvər insanlarla haqda maraqlanmırsınız. Mən də Qarabağ Müharibə veteranıyam. Nəyə görə birinizin səsi gəlmir? Ola bilsin ki, yardım zat var, onu da özünüz götürürsünüz. Bu da sizin öz işinizdir. Hələlik sağ olun. Heç sizlə görüşməyə ehtiyac da yoxdur. Veteranlar Birliyinin sədri bu yaxında göstərdilər də nə iş görürsünüz? Hansı veteranla görüşmüsünüz? Neynəmisiniz? Hələlik.